ve seçki değil, bu sadece olarak konserttir. Özlerini anladırlar. Kaldı ki hal-hazırda Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində, Rustaveli prospektində hal-hazırda xalq belə deyək küçələrə axışır. Artıq bugün əsl xalq, Gürcüstanın əsl xalqı, əsl səsini küçədə belə deyək səsləndirəcək. Gürcü arzusu yaxşı bilir. Gürcü arzusunun ən çox qorxduğu məhz bu belə deyək Gürcüstanın əhalisinin səsidir, Gürcüstanın əhalisidir. Hər cür bir neçə gün ərzində hər cür belə deyək konsert açdılar, insanları hədələməyə başladılar. Gürcü arzusunun regional nümayəndələri belə xalqa açıq şəkildə hədələr eləyirdilər ki, aksiyaya çıxsalar belə olacaqlar, elə olacaqlar, ancaq heç kimin də heç nə olmayacaq. Çünki xalqdır, xalq bu ölkənin əsl sahibi xalqdır. Əsl sözü də, əsas sözü də məhz xalq deyil. Hal-hazırda mənim arxamda gördüyünüz məhz bu sadəcə olaraq tələbələrdir. Tələbələrin belə deyək yürüyüşüdür. Öndə artıq xalq, belə deyək, Respublika meydanına isə xalq yığılır. Bu sadəcə olaraq tələbələrin bir hissəsidir. Əziz Gürcüstanda yaşayan bizim xalqımız. Gürcüstanda əsl sözü hakimiyyətin marionetləri deyil, əsl sözü xalq deyil. Və bugün hər kəs görəcək Rustaveli prospektində nə qədər xalq toplanacaq və xalq hansı qərarı verəcək.